Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən hündüşka ətinin asan və dadlı bişirilməsini sizinlə bölüşəcəm. Öncədən hündüşkanı təmiz yuyub doğrayıb qazana əlavə edib ocağın üzərində 15 dəqiqə qaynamağa qoydum. Hündüşka qaynayana qədər 2 ədəd böyük soğanı doğrayıb hazır vəziyyətdə saxladım. Əti suyun içərisindən çıxarıb bir başqa qazana əlavə edib üzərinə 150 qram kərə yağı, doğradığım soğanı, bir dolu xörək qaşığı duz, çay qaşığının uc hissəsində biraz sarı kök, biraz da istiot əlavə etdim. Sonda bir pomidoru doğrayıb onu da əlavə etdim. Ən sonda bunlar qaynayandan sonra bir dolu stəkan öz suyunu, yəni sokunu əlavə edib kartofunu da töküb vanxodda bişməyə qoydum. 15 dəqiqədən sonra artıq pişmişdi. Ət də yumşalmışdı, kartof da qəşəng yağa çevrilmişdi yemək və mən süfrəyə təqdim etdim. Allah hər kəsin ruzisini bol bərəkətli etsin. İzlədiyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm. Göz haqqınızı halal edin. Allaha əmanət olun.